adımlar atmaktan belə deyək də çəkinir. Burada bir qədər fərq. Sizden yani elan olunan budur ki Qərbə inteqrasiya. Amma Qərbə inteqrasiyanı Qərbin hərbi təhlükəsizlik və siyasi qurumlarından mütləq mənada üzvlük kimi görmür. Bizim hökumətin rəsmi siyasətində Və bu da o deməkdir də, bu da o deməkdir ki, deklarə olunur və nəticəni də görmür. Konkret nəticəni. Qərb institutlarının, mesela Avropa Şurasına üzv oluruq. Avropa değerlerin qəbul eləyəcəyik və həyata keçirəcəyik, həyatımızda reallaşdıracağıq. Amma Avropaya inteqrasiyanı Avropadakı hərbi təhlükəsizlik və siyasi qurumlara üzvlük kimi başa düşmürük. Çünki tək biz deyilik Avropaya inteqrasiya. Orta Asiya ölkələri də elədir. Orta Asiya ölkələri Şərq də Avropada da var. Tərəfdaşlıq nədir? Sülh naminə tərəfdaşlıq proqramının üzvü olaq. Amma ondan sonraki proqramlar bizim üçün önəmli deyil. Yəni budur ki, bir tarazlaşmış bir siyasət idi. Bir adım qoyaq, ondan sonra dayanaq. Bu neysə bu böyük bir mövzudur və həqiqətən çox ciddi bir mövzudur. Bəlkə elə bir dəfə ya sizin o verilişdə ya bizim verilişdə bax bu prinsipial fərqi doğrudur. Yəni Avropa inteqrasiya eləyirəm deyib, amma NATOya və Avropa Birliyinə üzv olma hədəfini kənara qoymaq doğrudurmu, yanlışdırmı? Bunu bir dəfə müzakirə eləyək. Olur. Bəli. Çox gözəl. İndi sizin deməli bu proqramda iştirakınızdan yarım saat vaxt qalır. Gəlin belə eləyək. Biraz Rəsib bəy, istəsəz biraz uzada bilərik. Mümkün o, əlbəttə Araz bəyin vaxtına görə. Amma tüm biz bu müəyyən ara almağa məcbur oluruq hərdən o arşivimizi yığıb saxlamaq üçün. Qısa bir aralaq, mümkün olsa bir 3 dəqiqəlik, 5 dəqiqəlik çox olsa aralaq. Ondan sonra qaydaq düşmən saydığımız qüvvələr haqqında necədir? Əhməd bəy, onu da deyim ki, yaxşıdır, amma Araz bəy biraz tez getməlidir. Çox uzaqda yaşayır və sabah da tezdən işi var. Mən nə vaxt desəniz, o vaxt deməli... Ara və sonra mən yarım saat iştirak edə bilərəm. Tamam, Yaxşı. Oldu. Çox təşəkkür edirəm. Əziz vətənlərimiz də bizimlə qalın lütfən. Aradan sonra düşmən saydığımız qüvvələr haqqında söhbətimiz olacaq. Rus imperializmi, Fars örgütçılığı və İran dövlətçiliyi, erməni elementi, hətta müəyyən qədər Kürdlər danışacağıq. Bizimlə qalın lütfən.
Bəli, əziz və hörmətli vətənlərimiz, verilişlərimiz davam edir. Nəsib bəy və Araz bəy bir daha təşəkkürlərlə mövzumuzun indi əsli bölümünə çatmışıq. Düzdür, o birinci bölümdə çox önəmli idi. Bu bölüm düşmən kimdir məsələsi Azərbaycan hərəkatında da çox-çox önəmlidir. Çünki Güney Azərbaycan azadlıq hərəkatında İranın rejiminin amillərinin bir hissəsi və hətta bəzən gözəl şüarlarla bizə ayrı düşmənləri təyin edirlər. Ayrı yerdən düşmən yontalayıb düzəldirlər. Məsələn, güya Azərbaycan hərəkatının düşmanı qərbidir, nə bilim, şərqidir. Madaqaskardan tutdu Bəngladeşəcən yontalayıb düzəldirlər ki, nədir ki, ya fars faşizmi özəlliklə Güney Azərbaycanda yaddan çıxsın, fark ırçılığı yaddan çıxsın və ya heç olmasa ən azı ona da bir şərik qoysunlar ki, bunlar deyir, o biriləri də vardır. Onun üçün düşmən saydığımız qüvvələr haqqında buyurun, mümkün olsa gələcəkdə də bu haqda yenə də danışa bilərik. Buyurun. Əhməd bəy, bir daha salam olsun və Günas TV-nin izləyicilərini də salamlayıram. İndi deməli düşmən mövzusuna keçək. Güney Azərbaycan Milli Hərəkatının düşmənləri mövzusundan danışanda